Smart kartların bərpası və yenisinin verilməsi. Vətəndaşlar smart kartların bərpası və yenisinin verilməsi xidmətindən daha rahat istifadə etmək üçün mygov.az portalı vasitəsilə, eləcə də asan xidmət və asan kommunal mərkəzlərinə müraciət edə bilərlər. Vətəndaşlar müraciət edən şəxsin şəxsiyyət vəsiqəsini, ərizə blankı, smart kartı və abonent kodunu təqdim etməklə xidmətdən dərhal yararlana bilərlər. Elektron qaydada müraciət olunduqda mygov.az web ünvanına daxil olunur. Müvafiq bölməyə klik edilir. FIN koduna bağlı məlumatlar avtomatik doldurulduqdan sonra abonent kodu daxil olunur və yoxla düyməsi sıxılır. Kod üzrə məlumatlar əks olunduqdan sonra sayğac nömrəsi daxil edilir. Əlaqə məlumatları və çatdırılacaq ünvan daxil edildikdən sonra müraciət göndər düyməsi sıxılır.